insanlar var ki, bütün həyatını həsr edirlər övladlarının bir tərəfə çıxmağına. Yaxşı, niyə görə övladlarınızın namını səsiniz qaldırmırsınız? Bax, biz neçə illər kampaniya elədik ki, uşaq pulu verilsin. Qoşulun da buna. Miting deyil ki, məşyanların qabağına gəlmək deyil ki, Tofiq Yaqubluya, həbs olunmuş jurnalist qızlarımıza, ictimai xadimlərə, Rüfət Səfərova, Azər Qasımlıya azadlıq tələbi deyil ki, cəbhəçilərə azadlıq tələbi deyil ki, seçki islahatı tələbi deyil ki, öz uşağına uşaq pulu istə. Öz övladına, denən mən bunu böyüdə bilmirəm. 18 yaşı olan kim gəlib çıxacaqsan ki, əskər verməlisən. İndi uşaq pulu ver ki, mən onu böyüdüm, 18 yaş tamam olanda da əskər gedir. Amma bu gedişlə heç əskər getməyə də ölkədə adam qalmayacaq ki. Çox dəhşətli bir statistika açıqlanır. Çox təəssüf edirəm ki, Azərbaycan cəmiyyəti belə mövzulara həssas deyil, belə mövzuları biz ciddi müzakirə edə bilmirik. Cəmi 10 ilin ərzində Azərbaycanda yeni doğulan uşaqların sayı demək olar ki, yarı-bayar azalıb. 10 il bundan qabaq 170 min uşaq doğulmuşdur. İndi ilin birinci yarısında 45 min nəfər uşaq doğulub. İlin axırına qədər də yaxşı halda 90 min olacaq. 170 mindən 90 minə. 90 minin fərz edək ki, 45 mini oğlan uşağı. Onun da nə qədəri hərbi xidmətə yararlı olmayacaq, nə qədərini yayındıracaqlar. Bu gedişlə ölkədə heç əskər üçün adam tapılmayacaq. Heç olmasa bunu düşünün. Ölkə demografik fəlakətə gedir. Adı olub ki, bizim demografiya problemimiz yox, lap böyük problemimiz var. Dünyanın harasında başqa 10 ildə uşaq doğumu 2 dəfə azalıb. Bu yaxşı gündəndir. İnsanlar uşaq saxlaya bilmirlər ki.